Deməli, kitabın hər səhifəsində x sayda simvol və 5 baytlıq qrafik təsvir var. Kitabın 8 səhifəsi olarsa və həcmi 200 bayt olduqda, kitabın hər səhifəsində neçə simvol var? Deməli, biz mətn informasiyanı ayrı hesablayırıq, qrafiki də ayrı. Deməli, hər səhifədə 5 baytlıq qrafik təsvir var və 8 səhifədən ibarətdir. Deməli, ümumilikdə 8-i 5-ə vurub biz ümumi qrafik təsvirin həcmini tapa bilirik. Yəni 40 bayt qrafik təsvirin həcmidir. Qrafik təsvirin. İndi deyir ki, ümumi həcm 200 baytdırsa, biz bu 200 baytdan qrafik təsvirin sayda simvol var. Baxaq hansı sistemdə kodlaşdırılıb. Müəllimlər, heç biriniz səsimi eşitmirsiniz? Mənim internetim yaxşıdır, bəlkə siz yenidən qoşulasınız. Deməli, izaha davam eləyək. 8 səhifədir, zəhmət olmasa ekranı yazmayın. 8 səhifədir, x sayda simvol var və Unicode'da kodlaşdırılıb. Vururuq 2-yə, bərabərdir 160 bayta. X da bərabərdir 10. Yəni, bu kitabda 10 simvol var, hər səhifədə 10 simvol. Yenidən deyirəm, birinci qrafik həcmi hesablayıb ümumi həcmdən çıxırıq. Tapdıq ki, mətn informasiyanın həcmi 160 bayt olmalıdır. X sayda simvol var, 8 səhifədir və Unicode'da kodlaşdırılıb. Hesabladıq, 10 simvol etdi. İndi keçsək 16 nömrəli suala. Xoşdur. 257 səhifəlik məlumatın tək səhifələrində 10 simvol və cüt səhifələrində 16 bayt həcmində qrafik təsvir var. Onu hardan aldıq? Bir dəqiqə, geri gətirim yazıları. Mən dediyim kimi, qrafik həcmi çıxanda 160 bayt qaldı mətn informasiyasına. Hər səhifədə x sayda simvol var. X vuraq, 8 səhifədir. Və Unicode'da kodlaşdırılıb. Yəni, hər simvol 2 bayt yer tutur. Bunlar bir-birinə vurduqda bizdə eləyir 160 bayt. 8-i 2-yə vuranda 16x bərabərdir 160. X da bərabərdir 10. Yəni, 10 simvol. On 16 nömrəli sualda. Deməli, 257 səhifəlik sənədin bizə tək və cüt səhifələrinin sayı lazımdır. 257 tək rəqəm olduğu üçün biz onu təxmini yarıya böləndə 128 və 129 eləyir. 128 cüt səhifənin sayı olur. 129 tək. Əgər cüt rəqəm versəydim, məsələn 258 olsaydı yarı-yarıya olacaqdı. Amma tək rəqəm olduqda yarıya bölürük. Az olan cüt rəqəmin sayı olur, çox olan da tək rəqəmin sayı. Deməli, tək səhifələrində 10 simvol və cüt səhifələrində 16 bayt həcmində qrafik təsvir var. Gəlin birinci qrafik təsviri aylıqda hesablayaq. Deməli, cüt səhifələrdə 16 bayt həcmində. 128 cüt səhifə varsa, 128-i vururuq 16 bayta. İndi hələ ki, tam vurmayaq, bəlkə ixtisar gedəcək. Yəni, qrafik təsvirin həcmi budur. İndi mətni hesablasaq, deyir, tək səhifələrində 10 simvol var və Unicode'dan kodlaşdırılıb. Yəni, mətni hesablamaq üçün də 129-u tək səhifənin sayını vuracam simvol sayına. Daha sonra vuracam 2-yə. Bizdən də həcmi ilə baytdan soruşur. Yəni, biz bunları bir-birinə vurmalıyıq. Deməli, kalkulyatordan vuraq ki, daha asan olsun. 128-i 16-ya vuranda eləyir 2048. Buradan yazaq.
2048 bayt qrafik informasiyanın həcmidir. 129-u 2-yə vuranda 200, 2000, yox, bir dəqiqə, 2580. 2580 də mətnindir. Eləyir 4628. Cavab olur 16-da B variantı. İndi keçək 17 nömrəli suala. Müəllimlər, nə sualınız olsa başa düşmədiniz. Mesaj bölməsində qeyd edeyim, mən sizə səsinizi açacağım, səsli formada soruşarsınız. Deməli, Unicode sistemində kodlaşdırılmış 64 səhifəlik məlumatın hər səhifəsində 32 simvol var. Və bu sənədin birdən başlayaraq nömrələnib. Gəlin biz birinci məlumatın həcmini tapaq, daha sonra bu nömrələrin həcmini tapaq da toplayaq. Deməli, Unicode-da kodlaşdırılırsa, bir simvol 2 bayt yer tutur. 64 səhifədə hər birini 2 istifadədən yazıram, ya da yox, birbaşa yazaq. 64 səhifədir. Hər səhifədə də 32 simvol var. Deməli, bunlar bir-birinə vurduqda 2 üstü 5, 6, 12 eləyir. Yəni 2048. Deməli, 2048 bayt verilmiş məlumatın həcmidir. İndi bundan əlavə olaraq səhifə birdən başlayaraq nömrələnib. Deməli, 32 səhifə var. Neçə səhifədir? 64 səhifədir. Yəni, müəllimlər, bizim səhifəmiz 1-dən 64-ə qədərdir. Deməli, 1-dən 9-a qədər hər rəqəm üçün 2 bayt informasiya lazımdır bizə. Yəni, bir rəqəmdə 2 baytdan kodlaşdırılır, 2 rəqəmdə 2 baytdan. Yəni, 1-dən 9-a qədər olan rəqəmlərin hər biri 2 baytdır deyə 9-u vururuq 2-yə, 18 bayt edir. Daha sonra indi 10-dan 64-ə olan hissəni necə tapırıq? Baxın, tək-tək hesablamaq çox uzun gedir. Deməli, 10-dan 64-ə qədər neçə dənə rəqəm var? Birinci biz onu tapmalıyıq. Bunun da riyazi bir qaydası var. Əgər verilən ədədlərin hər ikisi daxildirsə, yəni 10-un və 64-ün ikisi də daxildirsə, böyük olan rəqəmdən kiçik olan rəqəmə çıxıb üzərinə 1 gəlirsiniz. Üzərinə 1 gəlmək qaydadır. Eləyir 55. Yəni 55 dənə 2 rəqəmli səhifə var. Və müəllimlər, məsələn, 10 rəqəmini yazmaq üçün mən Unicode-da 4 baytdan istifadə edəcəm. Çünki bir rəqəmi də 2 bayt yer tutur, 10 rəqəmi də 2 bayt yer tutur. Bizdə ümumilikdə 55 dənə 2 rəqəmli səhifə varsa, deməli mən 55-i vuracam 2-yə. Eləyəcək 110 bayt. 110 ilə 18-i toplayırıq. Yəni 128 ümumilikdə səhifə nömrələrinin yaddaşda tutduğu yerdir. Deməli, səhifə nömrələri 128 baytdır. Mətnin özündə 2048 tapmışdıq. Yəni biz 2048-dən 1028-i toplamalıyıq. O da eləyəcək, gəlin burada toplayaq. 128-i. 2176. Deyəsən, haradasa hesab səhv etdik. Yəni, yenidən baxaq. Hə, müəllimlər, 2 vuraq 64 vuraq 32, 2048 yox. 4096 eləyir. Burada hesab səhv etmişəm. Yəni, düzəldək. 4096. İndi 4096-dan 128-i toplayırıq. Eləyir 4334. D variantı. İndi 17-dən 30-a qədər səhvlərinizi yazın, baxaq. 17-dən sonra. 24-ə qədər səhviniz var. 24-cü suala qədər. Müəllimlər, 30-a qədər səhvinizi qeyd edin. Qrupda yazdılar 21 nömrəli sual. 21. Aha, 15. 15-ə baxaq, sonra 21. 15-i yazan müəllimə, 14-ü yazıbsınız. Bir dənə sizin səsinizi açım. 15 nömrəli sual hansı müəllim istəyirdi? Bir dəqiqə, siz səsinizi açın. Aha, indi aça bilərsiniz səsinizi. Samsung yazılmışdı, səhv etmirəmsə.
15 nömrəli sualı. Yaxşı, 14-dən 15-ə bir yerdə baxaq, çünki eyni sualdır. Deməli, bu ifadənin kodlaşdırıla biləcəyi ən minimal əlifbanı soruşur deyə biz burada fərqli simvollar sayırıq. Məsələn, kiçik A hərfindən 4 yerdə istifadə olunub, amma biz onu sadəcə 1 götürürük və belə suallarda böyük hərfdən kiçik hərf ayrılıqda hesablanır. Deməli, 1, 2, 3, 4. Belə eləmək qarışıq olur. 1, 2, 3, 4, 5, 6. Sonra elə 6 dənə hərfdir. Deməli, 6 dənə hərf üçün biz neçə bit olar? Bir simvol neçə bit yer tutur? 3 bit tapdıq. Müəllimə, səs gəlmir. Müəllimə, səsim indi də gəlmir. Yaxşı. Deməli, 15 nömrəli sualda da informasiyanın neçə bit yer tutacağını soruşur. Deməli, bir simvol 3 bit yer tutursa, biz baxırıq ki, burada neçə simvol var. Tək-tək saydıqda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11-i vururuq 3-ə, eləyir 33. Yəni 33 bit. C variantı. 15-dən sonra hansı sualda səhviniz var deyin baxaq. 15-dən sonra. Deməli, 21 nömrəli suala baxaq. Deyir ki, 20. Yaxşı. ASCII sistemində kodlaşdırılmış 32 səhifəlik sənədin niyə 3-ə vururduq? Çünki deməli, burada verilən ifadənin kodlaşdırıla biləcəyi minimal əlifbanı biz tapmaq üçün buradakı müxtəlif hərflərin sayını sayırıq. Saydıqda 6 dənə müxtəlif hərf var. Yəni, müxtəlif deyəndə, məsələn, A hərfindən 4 dənə var deyib, biz onun 4-ünü də saymırıq, sadəcə birini sayırıq. 6 hərf varsa, biz 6-nı ən yaxın 2 üstü ifadə kimi yazmalıyıq. 6 da ən yaxın 2 üstü 3-dür. Yəni, bu ifadəni biz yazmaq üçün 8 hərfli bir əlifbadan istifadə etməliyik minimum. Orada da bir simvol 3 bit yer tutur. Burada da ümumilikdə 11 hərf olduğu üçün 11-i 3-ə vururuq 33. Aha, indi baxaq 20 nömrəli suala. Müəllimlər, bu da bayaqki suala oxşuyur. Yenə eyni qaydada hesablayırsınız. Deməli, ASCII sistemində kodlaşdırılmış 32 səhifəlik sənədin hər səhifəsində 64 sətr, 32 simvol var. Deməli, bizdən cavab byte-dan istəyir deyə elə hesablayaq. 32 səhifədir, yəni 2 üstü 5 vuraq. Hər səhifədə 64 sətr var. 2 üstü 5 vuraq. 2 üstü 6 vuraq, 32 simvol var. 2 üstü 5. 2 üstü 16 eləyir. 2 üstü 16 da 65.536-dır. Deməli, bu verilən məlumatın həcmidir. İndi biz bir də səhifə nömrələrini hesablamalıyıq. Deməli, 32 səhifədirsə, 1-dən 32-yə qədər səhifələr olacaq. Deməli, 1-dən 9-a qədər olan rəqəmlərdə hər biri 1 bayt yer tutur. Çünki ASCII sistemdə kodlaşdırılıb. Yəni, 9-u vururuq 1-ə, eləyir 9 bayt. İndi biz 2 rəqəmli səhifələrin sayını necə tapırıq? Yəni, 10-dan 32-yə qədər olanı. Dediyim kimi, həm 10, həm də 32 daxildir deyə 32-dən 10 çıxıb üzərinə 1 gəlirik. Eləyir 23. 23. Deməli, 23 dənə
23 dənə 2 rəqəmli burada səhvə var. Daha sonra neynirik? 23'ü vururuq. Demək müəllimlər, 23 dənə 2 rəqəmli səhvə var. Hər ədəddə 2 dənə rəqəmdən ibarətdir deyə 23'ü 2-yə vururuq və ASCII-də kodlaşdırılır deyə 1 bayt. Yəni eləyir 46. Daha sonra 46-dan 9'u toplayanda 55. Ümumilikdə 55 səhvələrin yaddaşda tutduğu yer oldu. İndi 65.536'nın üstünə də 55 gəldikdə, burada toplayaq. 65.536. Üzərinə 55 gəldikdə 65.591 edir. Yəni cavab olur 20-də A variantı. 20-də A variantı. Son baxaq 21-ə. Bunun Unicode-dan olanı neçə nömrəli sual idi? 20 nömrəli sual. 21 nömrəli suala baxsaq. 21 nömrəli sual yaza bilən var. Bu sual əslində Orxan müəllimin atdığı videoda həlli var idi. Ona görə bu sual istəyirsinizsə qalsın. Amma tənliyi deyim. Tənlik belədir ki, deməli qrafik təsvirin palitrasında olan rəng çalarlarının sayı 16-ya qədər azaldı. Yəni tutaq ki, əvvəl 2 üstü n idisə, daha sonra 2 üstü 4 olub. Yəni 16-ya qədər azalıb. Deyək, bu zaman həcmi 3 dəfə azalmışdır. Yəni tutaq ki, n bit olduqda həcmi h götürsək, daha sonra 4 olduqda həcmi h bölək 3 olub. İndi bunu tənasib kimi həll edirsiniz. Tənasib kimi həll etdikdə deməli necə olur? H-lar gedir, n bərabər 12 olur. Bizdən də rəng çalarlarının sayını soruşur. Rəng çaları dediyi üçün biz 2 üstü 12'ni hesablayırıq. O da 4096 edir C variantı. İndi bundan sonra hansılar yazmayıbsınız deyin baxaq. %21'dən sonra 30'a qədər və ya 36'ya qədər elə bu səhvənin sonuna qədər hansını yazmayıbsınız baxaq. Bundan sonra hamısını yazıbsınız müəllimlər. Səhviniz yoxdur. 24. 17-ci sualda ona yenidən baxaq. Deməli 24. A4 ölçülü bir səhvəli sənəddə 32 sətir və hər sətirdə 64 simvol var. Sənəd skaner vasitəsilə 512 dpi icazə ilə kompüterə monoxrom qrafik təsvir daxil edilərsə. Müəllimlər, bu sualı kimdən bir yerdə yazaq? Kim baxmaq istəyir, əl qaldırsın, səs açmağa icazə verim, birlikdə yazaq. Çünki burada 1-2 qayda var, görün biləcəksiniz. Deməli, Pakizə müəllim əl qaldırdı, onunla birlikdə baxaq. Pakizə müəllim, səsinizi açsın, zəhmət olmasa. Pakizə müəllim. Axşamınız xeyir. Axşamınız xeyir. Necəsiz müəllimə? Yaxşı, siz necəsiz? Çox sağ olun. Deməli, burada Bəli. necə Siz edim bunu mən? yazıbsınız, yoxsa səhvdir sizdə? Yo, düzgündür məndə. Düzgün çıxıb. Deməli, burada santimetrlə vuranda biz dpi çevirməliydik də. Bəli, deməli bizdə əgər şərtdə santimetrlə veribsə şəklin enini və uzunluğunu, biz onu dpi-yə çevirməliyik. Dpi yox, düyümə çevirməliyik. Düyüm. Dpi deyirəm. Düyümə çevirməliyik. Mən özüm də çağır. Deməli, nə edəcəyik? 2,54-ə böldüm. Aha, santimetrdən düyümə çevirmək üçün 2,54-ə bölüm. 2,54-ə böldüm, 2,50 deməli 4-ə. O elədi 8,5. Aha. O birisi də 11. Vuraq 11 elədi. Yəni 27 tam. %94-ə böldükdə 11. Bəli.
Yəni Aha, şəklin ölçüləri 8,5 vurulsun 11 bəli, düyün. bəli. İndi burada biz belə idi ki, hər birini vurmalıydıq da. 512-yə Aha. vuracağıq. 512 Yəni DPI verdiyi üçün deməli bunu belə yazım. belə mən deyim yazın da 8,5 vuraq 512, vuraq 11, 512. vuraq 512 yenə də. Aha, düzdür. Yəni Və həm vuraq enini 2. 512 vururuq, həm də uzunluğunu. Aha, Aha. bir də 2-yə vuracağıq burada. Yox, niyə 2? Monoxrom Dedim, deyirsən, monoxromda sualın şərtinə baxın mən. Hə, monoxrom monokron deyəndə bir olmalıdır. Səhv aha. elədim. Bir nə, byte yoxsa bit? Bir bit olacaq, bit. Aha. Vururuq bir bitə. Və Yəni monoxrom ondan dedikdə sonra bir 2 bit. üstü 13-ə də böləcəyik. Bizdən də cavabı kilobaytdan istədiyi üçün bölürük 2 üstü 13-ə. Bəli. 112, 512, 2 üstü 18 eləyir. Eləyir. 2 üstü Deməli 18, 12 üstü 5000. 12 çıxanda 2 üstü 5. Aha. Yəni Bəli. belə olur. 8,5 vurulsun 32, vuraq 11. Neçə eləyir cavab? 5984 kilobayt almışam mən. 5984 edir belə vurduqda. Bir dəqiqə mən kalkulyatordan vurum. 2992 eləyir axı müəllimə. 24-də. Bəli, vurdum kalkulyatordan 2992. Cavabda elə çıxıb, bu mən də yoxlamışam ona görə. Cavabda Mən o cür cavabda eləmişəm. 5984 çıxıb cavabda. Bəli. Yox, Mən burada burada cavab 2992-dir. Hətta bunu deyim ki, bəzi müəllimələr burada gəlib 32 sətr 64 simvolda hesablayır. Amma bu A4-ün üzərində olan bir məlumatdır. Skaner vasitəsilə kompüterə daxil edilir. Yəni biz burada mətni hesablamırıq. Sadəcə qrafikəcik. mən onu hesablamamışam. Bildim. Burada Aha. mən monoxron deyəndə deməmişəm, 2-yə vurmuşam. Siz yəqin ona görə hesab səhvi çıxıb. Elə hə, Hə, 2 bitə, 2992-yə vuranda. 2 bitə vurmuşam da mən. Başa düşdünüz? Bəli, müəllimə. Cavab Hə, B. Monoxronda 1-dir. Bəs təhlükəsiz palitrada nə qədərdir? orada 16 olmalı, səhv eləmirəmsə. O 16-dırsa height color neçədir? O da 24 bit olmur. Bəs onda true color. Yox, müəllimə. Deməli, təhlükəsizdə 8-dir, heightda 16, true colorda 24. Və ardıcıl formada bilsəniz, daha yadda qalan olar. Aha, 24-dən sonra, baxın, məsələn, 25-ci sualda birbaşa düyümlə verdiyi üçün burada 2,54-ə bölünmür. Ancaq santimetrlə verdikdə bölürük. Və 1024 DPI dediyi üçün həm onu 1024-ə vururuq, həm də 20-ni 1024-ə. Bəli. Aha. Sonra hansı sualı 24-dən sonra? 24-dən 36-ya qədər səhvlərinizi yazın. Mən bayaq bir müəllimə də qeyd etmişdi. 36 nömrəli sual. 36-ya qədər səhviniz var. Mən 36 nömrəli suala baxaq. Mesaj bölməsində kimsə, baxın, görünmür. 36-ya baxaq. Mesajlar niyəsə görünmür, zəhmət olmasa yenidən yazarsınız. Deməli, hər hansı bir kodlaşdırma sistemində 256 simvol yaddaşda 1024 bit yer tutur. Bu sistemdə ən çox neçə fərqli simvol kodlaşdırmaq olar? Deməli, 256 simvoldur. Mən bir simvolun yaddaşda nə qədər yer tutduğunu bilmirəm. Amma bilirəm ki, həcmi 1024 bitdir. Yəni, mən 256-nı bir simvolun yaddaşda tutduğu ifadəyə vurduqda 1024 edir. Buradan x-i tapsaq 4. Yəni, bir simvol yaddaşda 4 bit yer tutur. Bizdən də neçə fərqli ehtimal soruşduğu üçün 2 üstü 4 hesablamalıyıq. Yəni, 16 fərqli simvol kodlaşdırmaq mümkündür. Aha, düzdür, cavab 16.
İndi baxaq 37 nömrəli suala. 37-yə qədər səhv yoxdur deyəsən. Deməli, bizə 3 dənə şərt verilib və həcmin necə dəyişəcəyini soruşur. Tutaq ki, ən əvvəldə həcm x-dır. Həcmi x deyə götürürük. Deməli, birinci şərtdə rəng palitrası RGB-dən monoxrom palitraya dəyişdirilib. Deməli, RGB-də bir simvol, yəni bir simvol yox, RGB-də 3 bayt yer tutur. İndi monoxrom bitdəndir deyə biz RGB-ni də bitdən götürsək, 24-dür. Daha sonra 24 bitdən bir bitə çevrilib. Yəni 24 dəfə həcm azalacaq burada. Ona görə əvvəlcə həcmi biz x götürdüksə, deməli birinci 24 dəfə azalacaq. İndi daha sonra nədir? Təsvirin en boyu olan piksellərin sayı 6 dəfə artırılıb. Yəni bizim bu həcmimiz 6 dəfə artacaq. Belə olduqda 6-dan 24 ixtisar gedir. Qalır x bölək 4. Yəni bu nə deməkdir? Sadəcə bu 2 dənə şərt yerinə yetirilsəydi, əvvəlki həcm x, indi də x bölək 4. Biz cavabı götürəcəkdik, 4 dəfə azalıb. Amma bizdə üçüncü bir şərt də var. Deyir ki, təsvirin hündürlük boyu piksellərinin sayı 2 dəfə azaldılıb. Yəni mən bu x bölək 4-ü də böləcəm 2-yə. Onda nə olur? X bölək 8. Deməli, müəllimlər, biz əvvəl həcmi x götürmüşdük. İndi də oldu x bölək 8. Deməli, 8 dəfə azalar. C variantı. Yəni, hər birini ayrı-ayrılıqda hesabladıqda sonda cavab alınır C variantı. 37-dən sonra kimin səhv var? 52-yə qədər. 52-yə qədər səhvlərinizi qeyd edeyim, baxaq. Əlikiyə 39. Deməli, baxım 39-a qədər varmı? 39, 40. Deyir ki, 65 səhvədən ibarət olan sənədin son səhvəsində, yəni sadəcə bir səhvədə 256 vuraq 512 pikseldən ibarət. Gəlin elə bunu hesablayaq. Deməli, piksel sayı 256 vuraq 512-dir. Və 256 rəng çalarına malikdir. Deməli, rəng çaları, rəng palitrası deyirsə, biz 2 üstü ifadə kimi baxırıq. 256, 2 üstü 8-dir. Yəni, vururuq 8 bitə. Baxaq, bizdən cavabı kilobaytdan istəyir deyə, gəlin birbaşa bunu kilobayta çevirək ki, hesablama asan olsun. Deməli, bunların hər birini 2 üstü ifadə kimi yazsaq, 2 üstü 8 vuraq 2 üstü 9 vuraq 2 üstü 3. Eləyir 2 üstü 20 bit. Bizdən də cavab kilobaytdan istəyir deyə birbaşa bitdən kilobayta çevirsək, 2 üstü 13-ə bölürük, yəni 2 üstü 7. Deməli, qrafik informasiya, qrafik təsvir 2 üstü 7, 128 kilobayt yaddaşda yer tutur. İndi keçək mətnə. Deməli, 65 səhvənin bir səhvəsində şəkil varsa, geriyə qalır 64 səhvə, yəni 2 üstü 6. Digər səhvələrin hər birində orta hesabla 16 sətr, yəni 2 üstü 4-ə vururuq. 64 simvol var, vururuq 2 üstü 6-ya. Və Unicode'da kodlaşdırılmışdırsa 2 bayt. İndi bunları toplasaq, 2 üstü 17 bayt. Bizdən də kilobaytdan istəyir deyə, baytdan kilobayta keçdikdə 2 üstü 10-a bölürük. Eləyir 2 üstü 7 kilobayt. Deməli, həm mətn informasiyası 128 kilobayt yer tutur, həm də digəri. 128-dən 256, 128-dən 128-i topladıqda cavab edir 256. Yəni, baxın, burada hesabladıq ki, qrafik təsvir 2 üstü 7, yəni 128 kilobayt yer tutur. Daha sonra burada da mətni hesabladıqda da 2 üstü 7-dir, yəni 128. Topladıqda da 256 eləyir. 39, mənim 2 üstü 6 niyə? Yəqin ki, bunu soruşursunuz. Deməli, burada verilənləri mən birbaşa 2 üstü ifadə kimi yazdım. Baxın, 65 səhvədir, sonuncu səhvəsində qrafik təsvir var. Yəni, o mətnə aid deyil. 65-dən də sonuncu səhvəni çıxanda 64 səhvə qalır. Yəni, bu 64 səhvə 2 üstü 6, ona görə 2 üstü 6 yazmışam, mətnə aiddir. Daha sonra deyir, hər bir səhvədə 16 sətr var. 16 sətri 2 üstü 4 yazdım.
64 simvol var, 2 üstü 6 yazdım. Unicode olduğu üçün də 2-yə vurulur, cavab bytedan tapılır. Deməli 39-dan sonra 42, 43. Baxın ona qədər olan varmı? 42, 43. 42 və 43. Kompüter sistemində qeydiyyatdan keçmək üçün müəllimlər ümumən belə suallar sonlara doğru da var. Deməli burada müxtəlif simvolların sayını tapırsınız. Əslində sual asandır. Baxın, deməli hər bir istifadəçiyə 5 simvollu şifrə təyin edilir. Yəni 5 simvollu şifrədirsə biz burada nəyi tapmalıyıq? Bir simvolun yaddaşda tutacağı yeri. Məsələn, bir simvol yaddaşda 3 bit yer tutursa, şifrə 5 simvoldan ibarətdir. 5-i vuracam 3-ə. İndi baxaq ki, burada bir simvol yaddaşda nə qədər yer tutur. Deməli, şifrədə yalnız bu hərfə simvollardan istifadə etməyə icazə var. Baxaq ki, burada ümumilikdə neçə fərqli simvol və şifrədir. Tək-tək saysaq, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 fərqli simvol var. Deməli, indi sonra şərtdə bizə nə deyir? Deyir ki, hər bir şifrə kompüter proqramında minimal eyni tam bayt uzunluğunda yazılır. Yəni, müəllimlər, bu nə deməkdir? Tutaq ki, mənim şifrəm yaddaşda 14 bayt yer tutur. Ya 14 bit yer tutur, 14 bit. Mən 14 biti bayta çevirdikdə tam bir ədəd alınmır. 14-ü 8-ə böldükdə bir tam neçə eləyir? Amma mənə deyir ki, tam bayt olsun. Yəni mən həm də 14 biti elə etməliyəm ki, bayta tam tamamlansın. Yəni 14 bit yox, 16 bit deyə götürürəm. Daha sonra 16-nı 8-ə bölürəm, eləyir 2 bayt. Ya da birbaşa 14-ü bölürsüz 8-ə, bir tam neçə eləyir? Bir tam neçəni biz tam formada götürməliyik. Burada deyir tam bayt olmalıdır. 2 bayt götürürük. Yəni bu şərt onu nəzərdə tutur. Bununla yanaşı hər bir simvol ayrı-ayrı minimal mümkün bit sayı ilə kodlaşdırılır. Bəs bu nə deməkdir? Deməli 10 fərqli simvol var. Mən bunu 2 istifadə kimi baxmalıyam ki, görüm minimum neçə bitlə kodlaşdırılır. 10 rəqəmini biz 2 istifadə kimi tam formada yaza bilmirik deyə ona yaxın formada yazırıq. 2 üstü 8, yəni 2 üstü 3 8 eləyir deyə götürülmür. 2 üstü 4 16. 16 daha yaxındır deyə biz 2 üstü 4 götürürük. Yəni bir simvol yaddaşda 4 bit yer tutur. Ən minimal mümkün bit sayı 4-dür. Bir simvol 4 bit yer tutursa, 5 simvoldur. 5-i vururam 4-ə. Eləyir 20 bit. Baxın, tapdıq ki, bir nəfərin şifrəsi 20 bitdir. Amma mən 20-ni 8-ə bölüb 2,5 götürməyəcəm. Çünki niyə? Mənə deyir ki, burada verilən şərt eyni tam bayt uzunluğunda yazılsın. Yəni, məndə verilən bayt tam ədəd olmalıdır. Ona görə mən bu ya 20-ni dediyim kimi bölürsünüz 8-ə, 2,5 eləyir. 2,5 yox, 3 götürürsünüz ki, 3 bayta bu 2,5 yerləşsin. Ya da 20 biti bayta tamamlamaya çalışırsınız. Yəni mən bunu 20 yox, 24 bit deyə götürsəm, 24-ü 8-ə böləndə eləyəcək 3 bayt. Aha. Deməli, bir istifadəçi üçün 3 bayt şifrə lazımdır. İndi burada deyir ki, hər bir istifadəçinin şəxsi şifrəsi və əlavə məlumatı verilir. Və ümumilikdə bir istifadəçinin qeydiyyatı üçün 6 bayt tələb olunur. Baxın müəllimlər, deməli bir istifadəçiyə 6 bayt tələb olunur və biz tapdıq ki, 3 bayt şifrədir. Deməli 3 bayt da əlavə məlumat olmalıdır ki, bu ikisinin cəmi eləsin 6 bayt. Yəni biraz uzun izah oldu, amma həqiqətən asan sualdır. Başa düşdünüz yoxsa mesaj yerində qeyd edin. Yoxsa yenə də qarışıq qaldı. Kimə aydın deyilsə mesaj bölməsində yazsın, səs açmasına icazə verim. Burada birlikdə baxaq. Əntiqə müəllim başa düşməyib. Zəhmət olmasa siz səsinizi açın. Bir dəqiqə. Əntiqə müəllimlə baxaq, siz də yenidən qulaq asın.
Tamam müəllimə, axşamınız xeyir. Salam, mənim axşamınız xeyir. Buna bir balaca mən gəlmişdim, sizə başa saldı, bu gələn də getdi, yəni fikrim tam qarışdı. Bundan bu sual Siz sən başa düşə bilmirsiniz. ümumiyyətlə bu tipli suallar belə çətinlik çəkirəm. Baxın, məsələn, desəm ki, 32 simvollu əlifbada bir simvol nə qədər yer tutur, onu necə tapacaqsınız? 205. Yəni Aha, çünki necə tapdıq? 32 dənə fərqli simvol varsa, mən bunu iki istifadə kimi baxmalıyam. İndi baxın, burada bizə həmin o simvolu tək-tək göstərir. Yəni demir ki, 10 simvoldan istifadə edir ya 15 simvoldan. Tək-tək göstərir. İndi mən bunları sayacağam ki, görüm neçə dənə məndə müxtəlif simvol var. Saydıq ki, bizdə 10 müxtəlif simvollu əlifbadır. Yəni bunun yerinə sizə 10 müxtəlif simvollu əlifba da yaza bilərdi. Sadəcə biraz qarışıq görünsün deyə belə yazılıb. Deməli 10 simvollu əlifbadır. Yəni şifrələr ancaq bu 10 simvoldan ibarət ola bilər. 10 simvollu əlifbada bir simvol neçə bit yer tutacaq? 28 götürülmə, 24. Baxın, 10 simvollu əlifbada bir simvol neçə bit yer tutacaq? 1 bit. Mənim 32 simvollu əlifbada neçə bit tutmuşdu? 5 bit. Aha, deməli 10 simvollu əlifbanı da eyni qaydada hesablamalıyıq. 2 üstü neçə? 10 rəqəminə daha yaxındır. Neçə? 4, 16. Aha, 2 üstü 4. Deməli mən tapdım ki, bir simvol 4 bit yer tutur. Bir simvol 4 bit. İndi deyir ki, hər istifadəçi üçün 5 simvollu şifrə tətbiq olunur. Bir simvol 4 bitdirsə, 5 simvol neçə bit olacaq? 20 bit. 20 bit. Aha. İndi mənə burada şərtdə deyir ki, hər bir şifrə kompüter proqramında minimal, eyni tam bayt uzunluğunda yazılır. Baxın, tam bayt. Yəni mən bu 20 biti bayta çevirmək üçün 8-ə bölsəm, 2,5 bayt eləyəcək. Bu kəsr ədəddir. Mənə deyir ki, tam bayt uzunluğunda olsun. Yəni mən bunu 2,5 yox, 3 götürəcəm. Tam ədəd götürəcəm ki, məndən verilən şərti ödəsin. Deməli, bir istifadəçi üçün 3 bayt şifrə yer tutur və əlavə məlumat da var. İndi deyir ki, bir istifadəçinin qeydiyyatı üçün 6 bayt tələb olunur. Deməli, mən tapdım ki, 3 bayt şifrədir. Mən bu 3 baytlıq şifrədən əlavə məlumatı topladıqda 6 bayt eləməlidir. Deməli, məndə əlavə məlumat da 3 baytdır ki, şifrədəm yerdə 6 bayt etsin. Yəni mən başa düşdüm. Niyə 8 yox, 16 oldu? 8. 18 olmuş, o ödəmir axı. Ona görə 16. Aha, düzdür. Çünki burada 10 fərqli simvol var. Biz bunu 2 üstü 3, 8 götürsək, bizə tutaq ki, bu ikisi kənarda qalacaq axı. Yəni biz elə ədəd götürməliyik ki, 10 simvol da onun içində yerləşə bilsin. Ona görə 2 üstü 4, 16 götürülür. Sağ olun. Yəni, siz də sağ olun. 43-ə də baxaq, o da bundan eyni formadadır deyəsən. Yox, bu fərqlidir. Deməli, meteoroloji stansiya havanın rütubətini nəzarət edir. Bir ölçmənin nəticəsi 0-dan 100%-ə qədər olan tam ədəddir. Yəni 0-dan 100-ə qədər bizdə neçə tam ədəd var? Elə 100 dənə. Və mümkün olan ən kiçik bit sayından istifadə etməklə yazılır. Stansiyada 80 ölçmə apardı. Stansiya 80 ölçmə apardı. Müşahidə nəticələrinin məlumat həcmini baytla müəyyən edin. Deməli, müəllimlər, belə deyək. 100 fərqli tam ədəd var. Biz bunu 2 istifadə kimi yazmalıyıq. Baxın, bunların hamısı, məsələn, 32 simvollu əlifba elə verilən şərtlərə uyğundur. Sadəcə şərti biraz dəyişəndə siz qarışdırırsınız. Burada da 0-dan 100-ə qədər deyirsə, deməli bizdə 100 dənə fərqli vəziyyət var. İndi mən baxıram ki, 100 fərqli vəziyyət varsa, bunun birini mən kodlaşdırmaq üçün neçə bitdən istifadə edəcəm? 100 hansı 2-yə yaxın ifadələrin arasındadır? 2 üstü 6 və 2 üstü 7-nin. 2 üstü 6 64 eləyir. Məndə də 100 vəziyyət var.
Ödəmədiyi üçün 2 üstü 7-ni götürürəm. Yəni bir stansiya 7 bit yer tutur. Bizə də verib ki, 80 stansiyanı ölçür. 80 stansiyada ölçmə aparılıb. Birində 7-dirsə, 80 dənəsində olacaq. 80 vuraq 7, 560. Yəni dediyim kimi, bu tip suallarda ümumilikdə siz müxtəlif simvolların və ya müxtəlif vəziyyətin sayını tapırsınız. Sonra 2 üst ifadəyə yaxın formada tapırsınız da, neçəsini soruşursa ona vurursunuz. Məsələn, sadəcə bir stansiyada ölçmə aparsaydı, cavab olacaqdı 7 bit. Amma 80 stansiyada ölçmə apardığı üçün 80-i vururuq 7-yə, 560. 70 olacaq. Yox, müəllimə. Deməli, tapdıq ki, 2 üstü 7-dir. Yəni, bir stansiya 7 bit yer tutur. Və 80 stansiyada ölçmə aparıblar. 80-i vururuq 7-yə, 560. Aha, düzdür. Burada cavabı byte-dan istəyir. Hə, byte-la istəyir. Və 560 bizim tapdığımız bitdir. Byte-dan istədiyi üçün 560 yenidən bölürük 8-ə, eləyir 70 byte. Cavab olur C variantı. Bitlə istəsəydi 560, byte-la istədiyi üçün 70. Aha, düzdür. 43-dən sonra yaza bilmədiyiniz. 52-yə qədər qeyd edin. Yaza bilmədiyiniz suallara baxaq. 49. Baxın, bu da bayaqki sualdan eynidir. Deməli, deyir ki, 119 idmançı iştirak edir. 119 idmançı. Hər bir idmançı üçün eyni olan minimum mümkün bit sayından istifadə edərək hər birinin keçidini qeyd edir. Deməli, biz birinci bir dənə idmançının neçə bit, bir dənə idmançının bir idmançının keçdiyinin neçə bit olduğunu tapaq ki, daha sonra 70 idmançını soruşduqda 70-ə vuraq. Deməli, 119-u 2 üst ifadə arasında yazdıqda 2 üstü 6 və 2 üstü 7 arasındadır. Deməli, 2 üstü 6-nı götürmürük ödəmədiyi üçün yenə. Deməli, bir velosipedçi haqqında məlumat 7 bit tutur. Bizdən də 70 velosipedçini soruşur deyə 70-i vururuq 7-yə. Eləyir 490 bit. İndi baxaq bizdən cavabı nədən istəyir? Hə, sadəcə həcmi soruşur. Cavab 490 bitdir. Əgər byte-dan soruşsaydı 8-ə böləcəkdik. Aha. Baxın, burada da 119 fərqli iştirakçı var. Fərqli olan vəziyyət neçədən oldu? 119 dənə. 2 üstündə baxıram 7 eləyir, yəni biri 7 bitdir. 70 velosipedçinin keçdiyi xətt bizə lazım olduğu üçün 70-i vururuq 7-yə. Aha. 49-dan sonra 52 və 54. Çox getdim. 52 və 54. Akt zalında olan oturacaq sayı haqqında məlumat 10 bit təşkil edir. Oturacaqların sıfırdan başlayaraq nömrələndiyini bilərək sonuncu oturacağın nömrəsini tapın. Bunu kim düz yazıb? Yəqin səhv yazan müəllimə Pakistan xanım, siz yəqin A variantı götürübsünüz 1024. Aha. Bir onda siz zəhmət olmaz səs açın. Yəqin siz birbaşa bunu 2 üstü 10 götürüb 1024 hesablayıbsınız. Amma tam formada elə deyil. Deməli, Leyla müəllimə. Siz səsinizi açın. Axşamınız xeyir, Nurtan. Hər vaxtınız xeyir. Orada B bəndi ona görə olur ki, orada sıfırdan başlayır, birdən başlamır. Yəni hər şey yəni eyni qayda ilədir 10 bitdən. Ancaq sıfırdan başladığı üçün yəni 1023, yəni 10 bitdən götürürük. Bu da yanılmadı. Amma belə deyim ki, deməli 10 bit təşkil edir. Bir oturacaq haqqını, yəni bir oturacaq 10 bit yer tutur.
Biz də bayaq məsələn bir velosipedçi 7 bit yer tutursa 2 üstü 7 olduğu üçün 7 bit yer tuturdu da. Bəli. Bu da 2 üstü 10 olacaq. 1024. Ancaq oturacaqlar sıfırdan başlayaraq nömrələndiyi Aha. Bu da üçün 2 üstü 10 olacaq. Amma 1024 götürməmə səbəbimiz budur ki, 2 üstü 10 ədədi 2 üstü 10 ədədi. Yaddaşda 11 bit yer tutur. Yəni biz 2 üstü 10 neçə eləyir? 1024. 1024 ədədi yaddaşda 11 bit yer tutur. 10 bit yox. Bunun da bir izahı var, istəsəniz verə bilərəm. Ona görə biz 1024-dən 1 çıxıb 1023-ü götürürük. Cavab olur B variantı. Əslində sizin dediyiniz kimi də düzdür. Sıfırdan nömrələndiyi üçün, yəni birdən nömrələnmir, sıfırdan nömrələnir deyə 1023 götürülür. Amma dediyim kimi, bir oturacaq 10 bitsə, 2 üstü 10 bit olur. Amma 2 üstü 10 ədədini biz kodlaşdırmaq üçün 11 bitdən istifadə edirik. Yəni bu şərt ödənmir. Ona görə 1024 yox, 1024-dən bir vahid kiçik 1023 götürülür. 210 ədədinin də yaddaşda niyə 11 bit yer tutduğunu qısaca sizə deyim. Onsuz da sualların sonuna yaxınlaşırıq. Dərsimizdə də hələ yarım saat var. Deməli, 210 ədədini biz onluq say sistemindən 11-ə çevirdikdə necə eləyirik? Qüvvət 10-dur deyə 10-dan 0-a qədər nömrələyirik. 10, 9, 8, 7 bu formada. Yazdım bir dəqiqə. 6, 5, 4, 3, 2, 1 və 0. 10 nömrəli qüvvət var deyə onun altına 1 yazılır. Digər qüvvətlər olmadığı üçün hər birinin altına 0 yazılır. Baxın, burada neçə rəqəmli ədəd alındı? 1 dənə 1, 10 dənə də 0. Yəni 11 rəqəmli ədəd alındı. Biz də bilirik ki, ikili say sistemində hər bir rəqəm 1 bit yer tutur. Yəni bu yaddaşda nə qədər yer tutacaq? 11 bit. Yəni 2 üstü 10 ədədi, 2 üstü n ədədi ümumən yaddaşda n plus 1 bit yer tutur. Rauf müəllim, siz səsinizi aça bilirsiniz. Bir suala sizdən bir yerdə baxaq burada. Əgər aça bilirsinizsə, mən buradan icazə verim, siz açın. 52-dən sonra 54. Deməli, 54 nömrəli sualda baxaq. Bayaqki suala oxşardı. Bunu kimdən bir yerdə yazaq? Bayaq izah etdiyim o şifrə sualına oxşar bir sualdır. İstəyən əl qaldırsın, birlikdə baxaq. Pakizə müəllim, bayaq da səhv etmirəmsə sizdən baxmışdıq. Ona görə Gülnarə müəllimdən baxaq. Müəllim, siz yaza bilirsiniz bunu, yoxsa yaza bilmirsiniz? Müəllim, salam, axşamınız xeyir. Axşamınız xeyir. Siz bu sualı yaza bilirsiniz, yoxsa yox? Müəllimin səsi getdi. Rauf müəllim, onda sizin səsinizi açıram, sizdən bir yerdə baxaq. Zəhmət olmasa səs açın. İndi aça biləcəksiniz. Müəllim, səsi açın ki, sizdən bir yerdə baxaq, daha yaxşı başa düşə biləsiniz. Amma deyəsən səs aça bilmirsiniz. Pakizə xanım, onda sizdən baxaq. Pakizə müəllim, səsinizi açın. Bəli, müəllim. Müəllim, siz də yaza bilmirsiniz bu sualları, yoxsa bilirsiniz? Yazırdım, sadəcə olaraq axırlarda elə bu tiplidir deyə qarışdırıram nəsə. Gəlirəm ortada elə qarışır. Nəsə unuduram, yaza bilmirəm. Onda baxaq. Deməli, kompüter sistemində qeydiyyatdan keçərkən hər bir istifadəçiyə 16 simvoldan ibarət bir şifrə verilir. Bəli, Deməli, burada deməli müxtəlif simvolların sayını deyəcəyik də. 1, yəni N, F, 0. Bunlar da eləyir 1, 2, 3, 4, 5 dənə. 5 dənə müxtəlif simvolumuz var. deməli, müxtəlif simvol varsa, mən tapacağam ki, bir simvol neçə bit yer tutur. 5-i Bəli. 2 ifadə arasında yazsam, 2 üstü 2 və 2-nin kub arası. Bəli.
3 bit olacaq da. 3 bit yer tutur. İfadəsini götürmürük çünki 4 ədəd 4 eləyir, amma bizdə 5 dənə fərqli simvol var deyə 2-nin kubunu götürürük. Yəni bir simvol yaddaşda 3 bit yer tutur. Bizə də deyir ki, hər bir istifadəçi 16 simvoldan ibarət şifrə verilib. Bir simvol 16-nı vuracağıq 3-ə. 16-nı 3-ə vururuq eləyir 48 bit. 8 bit. İndi Aha. baxaq bayaq byte şərti burada da verilibmi? Kompüter sistemində hər bir belə parol mümkün olan minimum və eyni tam sayda bitlə kodlaşdırılır deyir burada. Aha, elə tam formada 48 bitdir. İndi Aha. deyir ki, 30 belə parolu saxlamaq üçün neçə bayt həcm lazımdır? Bir istifadəçi üçün 48 bitsə, 30 nəfər üçün 48-i vururuq 30 və baytla istədiyi üçün bölürük 8. 48-dən 8 ixtisar getdikdə eləyir 6. 6-nı 30-a vuranda 80. Cavab olur A variantı. Asan demiş əslində, niyəsə mən. Bəli, bu digərlərinə Ölçək baxanda nisbətən asandır. Çox sağ olun. Siz də sağ olun. 67-yə qədər yaza bilmədikləriniz. 60. Burada bu suallara birlikdə baxarıq yenə. 67-yə qədər yaza bilmədiklərinizi qeyd edeyim, baxaq. Müəllimlər, səhviniz yoxdur. Onda sona qədər yaza bilmədiklərinizi deyin. Sona qədər də yaza bilmədim. Yəni bundan sonra 63 nömrə. Rəhmət olmasa biraz tez yazın ki, vaxtımız çox da getməsin. 63, 70. Əntiqə müəllim, səsinizi açın. Sizdən bir yerdə baxaq. Rauf müəllim, çıxırsınız. O tip suallar yeni olacaqdı, onların həllinə baxardıq. Əgər mümkünsə dərsdə qalın. Mümkünsə qalın, deyilsə gecəniz xeyrə, sonra videoya baxarsınız. Müəllim, siz mənə WhatsApp-dan yazarsınız dərsdən sonra. Orada sizdən danışarıq bu suallar haqqında. Əsəbləşməyin. Bu suallara baxın. Həmin o tipdə olanları sizdən WhatsApp-da bir yerdə baxarıq. Dərs bitəndə mənə yazarsınız, zəhmət olmazsa. Burada səs aça bilmirsiniz deyə də WhatsApp-da danışarıq. Yaxşı olar inşallah. 63 nömrəli sual. Əntiqə xanım, səsinizi açın, zəhmət olmazsa. İnşallah. Aha. Deməli deyir ki, disk tamamilə doludur, yəni boş yer yoxdur. Və diskdən bir ədəd video fayl silindi. Deməli, bir video faylın yeri boşdur və bizdən də elə həmin o videonun həcmini soruşur. Deməli, biz video faylı sildikdən sonra 2 megabayt 48 kilobaytlıq mətin yazdıq. Mətin əlavə etdik. Yəni, o boş olan yerin 2 megabayt 48 kilobaytı dolub. Yəni, mən bunu əlavə etməsəydim, bu hissə yenə boş qalacaqdı. Və mən bu 2 megabayt 48 kilobaytlıq hissəni doldurduqdan sonra daha 1 megabayt 32 kilobayt boş yer qalıb. Deməli, ümumilikdə bu ikisinin cəmi qədər boş yer var imiş da məndə. Baxın, indi yenidən deyəcəm, daha yaxşı başa düşəcəksiniz. Bu ikisini topladıqda neçə eləyir? 3 megabayt 80 kilobayt. Baxın müəllimə, deməli bir video faylın həcmi 3 megabayt 80 kilobaytdır. Mən bunu sildim. Bu qədər məndə boş yer qaldı. Daha sonra 2 megabayt 48 kilobaytlıq mətin faylı əlavə etdim. 3 megabayt 80 kilobaytdan 2 megabayt 48 kilobaytı çıxdıqda nə qalır? 1 megabayt 32 kilobayt boş yer qaldı. Demək, cavab olur B variantı. Aydın oldu. Aydındır müəllim, videoya bir də baxacağım. Yəni aslında Yaxşı. yaxşı. Amma yenidən deyirəm ki, əlavə olunan. Həmin o boş yerə əlavə olunub da. Deməli, mən bu mətni əlavə etməsəydim, həmin o 2 megabayt 48 kilobayt yer boş qalacaqdı, boş imiş. Yəni, mən o boş yerə əlavə etmişəm
və əlavə etdikdən sonra hələ də bu qədər boş yerim qalıb. Deməli, ümumilikdə 3 megabayt 84 kilobaytdır. Başa düşdüm müəllimə, çox sağ olun. Xoşdur. 64 nömrəli sual. Deməli, 128 səhifəli sənədin cüt və tək səhifə deyəsən, 128 isə 64 cüt, 64 tək səhifədir. İndi deyir ki, cüt səhifələrində ölçüsü 512/256 piksel olan və 256 rəng çalarının köməyi ilə kodlaşdırılmış qrafik təsvir var. Gəlin birinci qrafik təsviri hesablayaq. Cüt səhifə deyir 64. Müəllimlər, hamısını 2 istifadə kimi yazıram ki, hesablamaq rahat olsun. 206 bizdə səhifənin sayıdır. Vuraq. 512, 209. Vuraq 256, 208 və 256 rəng palitrası deyirsə, demişdik ki, rəng çaları və rəng palitrası dedikdə biz 2 istifadə kimi baxırıq. Yəni 256, 208-dir, deməli 8 bit yer tutur. Vururuq 8-ə. 8 biti də birbaşa 2/3 yazaq. 2/3. Deməli, müəllimlər, bizdə cavab ya kilobaytdan olacaq, ya da megabaytdan. Çünki variantlarda ancaq kilobayt və megabayt verilib. Gəlin biz bu biti birbaşa kilobayta çevirək ki, böyük cavablar alınmasın. Əgər kilobaytdan olmasa, yenidən megabayta çevirərik. Bitdən kilobayta çevirmək üçün 213-ə bölürük. İndi bu üstləri toplasaq, 6-dan 9, 15, 15-in üzərinə 8, 23, 23-ün üzərinə 3, 26. Yəni 226 bölək 213 eləyir 213 kilobayt. Deyəsənlə cavab megabaytdan olacaq. 213 kilobayt yenidən 210-a bölürəm. Eləyir 2/3, yəni 8 megabayt. Deməli, mən tapdım ki, məndə qrafik təsvir yaddaşda 8 megabayt yer tutur. İndi keçək hesablayaq digər tək səhifələrdə olan mətni. 64 tək səhifədir, yazıram 2/6. Baxın, qalan səhifələr deyir. Yəni, cüt səhifələr qrafik təsvirdirsə, qalan tək səhifələrdə mətn olacaq. 8192 simvol var. 2/6-nı vururuq. 8192, 4090, 2/13-dür. Vuraq. Unicode'da kodlaşdırılıb. Unicode'da da bir simvol 2 bayt yer tutur. İndi baytdan da gəlin yaxşı, bunu hesablayaq. Eləyir 2/20 bayt. Baytdan da bitə çevirmək üçün bölürük 2/20-yə. Eləyir 2/0, yəni 1. Deməli, 1 megabayt da bizim mətn informasiyamızın həcmidir. 1 megabaytdan 8 megabaytda topladıqda cavab eləyir 9 megabayt. Cavab A variantıdır. Deməli, 64-dən sonra 70 və 72. Müəllimlər, əgər izah etdikdə nəyəsə başa düşməsəniz, yerindən mesaj bölməsinə yazın. Suala yenidən sizdən birlikdə baxaq. Mən 70 və 72. Aha. Sualın şərti biraz uzun görünə bilər, amma asandır. Bayaq sizə izah etdiklərim kimidir. Buna kimdən bir yerdə baxaq və səsli danışmaq istəyən müəllim varsa əl qaldır. Leyla müəllim, səs açın. İndi aça biləcəksiniz. Leyla Bağırova. Açdım. Hə, müəllimə, gəlin indi siz həll eləməyə çalışın. 2 dənə sual izah elədim buna uyğun. Görüm yaza Bəli. biləcəksiniz. Əslində bayaq mən yazmışdım ki, bu sualı yaza bilməmişəm. Buraya sual qoymuşdum deyin. Sonra indi baxıram ki,
həll eləyə bilərəm. Eləyək onda birlikdə. Aha. Deməli, deyir ki, qeydiyyatdan keçərkən hər bir şagirdə unikal identifikator 1-dən 1000-ə qədər tam ədəd verilir. 1-dən Aha. 1000-ə qədər, mən 1-dən 1000-ə qədər ədədimi vermək üçün mən bunu 1024-ə tamamlayıb 10 bitlə götürməliyəm ki, bu ədədləri düzəldə bilim. Bir Düzdür. ədədi 10 bitlə götürürəm. Sonra deyir Bəli. ki, Bir dəqiqə. aha. Müəllimlər, deməli burada 1-dən 1000-ə qədər tam ədəd deyirsə, deməli 1000 dənə bizdə fərqli tam ədəd var. Hər birinə də başqası veriləcək. Ona görə biz bunun birinin neçə bit yer tutduğunu tapmalıyıq. 1000-i də 2 üstü fayda arasında yazsaq, 2 üstü 9 və 2 üstü 10 arasındadır. 2 üstü 9 olmadığı üçün, yəni 512 eləyir, ödəmədiyi üçün 2 üstü 10 götürülür. Yəni 10 bit yer tutur bir istifadəçisi üçün. 10 bit. Aha. İndi oxumaya davam edirik. Aha. Sonra hər identifikatorun saxlanması üçün eyni və minimum mümkün bit sayından istifadə olunur. Yəni Hər bizim bu tapdığımız 10 bit bu cümlənin cavabıdır. Baxın, bu indi oxuduğumuz. Hər biri üçün mümkün bit sayından. Mümkün bit sayı da 10 bitdir. Aha. aha. Hər bir tələbənin şəxsi kodu unikal identifikator və 8 bitlik əlavə məlumatdan ibarət olur. Yəni 10 bitim və plus 8 bit. Aha. 18. Yəni hər şagird üçün 10 bit onun hissəsidir. 8 bit də əlavə məlumatdır. Deməli bir Aha. istifadəçi üçün 18 bit məlumat 18 bit Məlumat var. Hə, bəli. Sistem hər bir şagirdin şəxsi kodunu qeyd etmək üçün eyni və minimum bayt sayından istifadə edir. Yəni mən bu 18-i 24-ə tamamlamalıyam da. Yox, indi bu cümləni oxuduqdan sonra buranı silək bir dəqiqə. Deməli, burada sadəcə nə deyir? Hər bir şagirdin şəxsi kodunu qeyd etmək üçün eyni və minimum bayt sayından istifadə edir. Şəxsi kodunu, yəni sadəcə bu bayaq verilən kodu tam baytdan. Bir dəqiqə. Hə, yox, düz yazmışıq, düzdür. Bir dəqiqə, mən qarışdırdım sadəcə olaraq. Hə, siz deyin sonrasını. Aha. Mən yazdım. Yəni 18-i 24-ə tamamlayıram ki, yəni 24-ü mən bölə bilim də 8-ə. Aha. Ya da 18-i 8-ə bölsək, eləyir 2 tam neçəsə. Amma mənə tam dediyi üçün mən 3 bayt götürürəm. Bəli. Bütün komandaların bərabər sayda iştirakçısı var. Hər komandanın bütün şagirdlərinin şəxsi kodunu saxlamaq üçün, yəni 20 komanda var, 20 komanda. Hər komandada da x şagird götürsək, 20-yi vururam x-ə, yəni bütün şagirdlər eləyir. 20-yi vururam x-ə, onu da vururam 3 bayta. Bu da həcm eləyir, bərabər eləyirəm bütün həcmə, şəxsi hamısının 180 bayt. Yəni, hə, belə deyək, düzdür. Hər komanda x sayda şagird varsa, 20 komanda var. Mən 20-ni vururam x-a və hər şagird üçün 3 bayt lazımdır. Vururam 3-ə. Ümumilikdə də 180 bayt eləyir. Deməli, 180-də 60-a böləndə 3. Yəni, hər komandada 3 şagird var. Düzdür. Deməli, başa düşübsünüz müəllimə. Afərin. Kiməsə aydın olmayan bir məqam qaldı. 70-dən sonra səhv etmirəmsə 72-də belə sual olmalıdır. 72-ni kim yazmaq istəyir? Kimdən birlikdə baxaq? İkinci suala baxmaq istəyən əl qaldırsın, mikrofonunu açsın. Baxım kim əl qaldırıb. Pakizə müəllim həmişə burada qaldırıb. Gülnar Rəsulova. Sizdən bugün heç danışmamışıq. Sizdən birlikdə baxaq. Salam müəllim. Mən bunların heç birini yazmamışdım. İndi belə baxıram. İstəyirəm elə bir yerdə eləyək ki, görüm həqiqətən də başa düşmüşəmmi? Sonra sərbəst eləyə bilmək üçün. Burada Oxuyun deyir ki, cümləni.
Parolun uzunluğu 11 simvoldan ibarətdir. Mən bu 11 simvolu iki üstü ilə götürmək üçün 11 simvola da Ben yaxın bir 16-nı dakika. götürəcəm. 2 üstü Bir 4. dakika. Yok. Burada deyir ki, parolun uzunluğu 11 simvoldan ibarətdir. Mən Hı. bir simvolun tutduğu yeri tapıb 11-ə vurmalıyam. Və biz bir simvolun nə qədər yer tutduğunu tapmaq üçün müxtəlif vəziyyətdən istifadə etməliyik. Yəni bu 11 simvol parolun uzunluğudur. Biz ona 2 üstü kimi baxmırıq. Burada 12 müxtəlif əlifbanın 12 müxtəlif hərfi. Onu götürəcəm 2 üstü 4-lə. 4 Cümləni tam bitlə. oxuyun. Yox, cümləni tam oxuyun. İstifadə olunan simvollar onluq rəqəmlər və əlifbanın 12 müxtəlif hərfidir. Ha. Deməli bizdə ümumilikdə neçə simvol olur? 11 simvol. Yox, onluq rəqəmlər, onluq. Neçə onluq Hə, rəqəmimiz? onluq 0-dan 9-a qədər, yəni 10 dənə. 10 dənə, əlifbanda 12. 10-un 12. 22 eləyir. Deməli 22 müxtəlif hərf və simvoldan istifadə etmək olur. Aha, indi Bütün hərflər iki üslubda istifadə olunub. Həm kiçik, həm böyük. Deməli 22-ni 2-yə vuracam. 44. yox, baxın. Əlifbanın 12 müxtəlif hərfini götürür. Deyir bu 12 dənə hərf həm kiçik, həm böyük olur. Yəni 12-ni sadəcə 2-yə vuracaqsınız. Yəni bu rəqəmi biz niyə 2-yə vuraq axı? Hə, 12 hərf. 34. 24, o da 34. Deməli ümumi 34 vəziyyət var. Aha. Hər bir belə parolun kompüterdə saxlanması üçün minimum mümkün. Deməli, byte sayı. Burada byte ilə götürüləcəkdir. 34-ü 2 üstü 6 ilə götürəcəm. 6 bit. Müəllimə, baxın. Görünür Düşməmişəm yenə demək ki. qarışdırırsınız. Başa Birinci, düşmədim yəni. baxın, bu sualları oxuyanda ən birinci müxtəlif simvolların sayını tapırıq. Burada deyir onluq rəqəmlərdir. Əlifbanın 12 hərfidir. Hərf həm kiçik, həm də böyük götürülür. Tapdım ki, 32 müxtəlif hərf var. İndi 32 yox, 34. Deməli 34 simvollu əlifbadır bu. Yəni suallarda siz həmişə elə görürsüz, gördüyünüz dildə deyim ki, 34 simvollu əlifbadır. Və simvollu əlifba olduqda nə edirdik? Biz bunu 2 üstü ifadə kimi yazırdıq. 2 üstü 5 və 2 üstü 6-nın arasındadır. 2 üstü 5'i götürmürük. Deməli bir simvol yaddaşda 6 bit yer tutur. Bir simvol 6 bit. İndi mənə əvvəldə nə demişdi? Əvvəldə demişdi ki, parolun uzunluğu 11 simvoldan ibarətdir. Bir simvol 6 bitdirsə, 11 simvol neçə 66. olacaq? Parolu Dondur Emirlim, heç nə eşidilmir. Qırıq-qırıq gəlir səsiniz. minimum mümkün tam sayı ayrılır. Burada baki 66'nı bir dəqiqə müəllimlər ekran paylaşım. Ekran paylaşımı dayandı. Müəllimlər səsim indi gəlməlidir. Səhvlikdən əlim dəydi, bağlandı. İndi bir dəqiqə. Bəli, Yenidən gəlir. misalı gəlim yazaq.
Mən rəsmin yəqin ki, işsiz. Müəllimlər səsim indi gəlir. Gəlir. Hə. Niyəsə çıxdı. Bir dəqiqə ekranı yenidən paylaşım baxaq. Biz neçə nömrəli suala baxırdıq? 72 idi səhv etmirəmsə. 72 yoxsa 74? 72. Baxaq 72. Hə, deməli harda qalmışdıq? Formada yazın. Ümumilikdə 34 müxtəlif vəziyyət olduğu üçün biz bunu 2 üstə 6 götürmüşdük. Yəni bir simvol 6 bit yer tutur. 11 simvoldan ibarət olduğuna görə 11-i vururuq 6-ya, eləyir 66 bit. Yəni bir istifadəçi üçün 66 bit lazımdır. Amma mənə deyir ki, tam bayt uzunluğunda götürür kompüter bunu. Yəni mən 66 biti 8-ə bölüb bayta çevirirəm. Eləyir 8 tam neçəsə. Amma mənə tam ədəd dediyi üçün mən bunu 9 götürürəm. Dediyim kimi, ya belə hesablaya bilərsiniz, ya da 66 8-ə bölünmür. Biz 66-nı neçə etsək, o 8-ə tam bölünür. 72. 72-ni bölürsünüz 8, eləyir 9 bayt. İndi oxumağa davam edək. Deyir, bütün simvollar, aha bunu etdik. 60 belə parolun informasiya həcmi neçə baytdır? Deməli, 60 belə parolu soruşur. 60-ı vururuq 9-a. Eləyir 540. Cavab olur D variantı. Elə cavabı baytdan soruşur, biz də baytdan hesaplamışdıq. 72-dən sonra yaza bilmədiyiniz var. 72-dən sonra. 73 də bunu oxşur. Yəqin ola bilsin, bunda da səhviniz var. 73-ü kimlə birlikdə yazaq? Səsini aça bilən var, birlikdə baxaq 73-ə. Deməli, burada da yenə birinci... Yaxşı. Siz zəhmət olmasa səsinizi açın, sizlə birlikdə baxaq. Səbinə Acalova. Salam, axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir. Deməli, siz deyin, mən yazım. Deməli, burada simvolların sayına baxıram. 1, 2, 3, 4, 5, 6, 7. 7-dirsə, bunu 8, yəni 2 üstü 3 bit. Bir simvolumuz 3 bit olacaq. Aha, düzdür. Aha, Və hər 3 bir bit olacaq. Bəli, 6 simvolumuz var. 3-ü 6-ya vururuq, 18. İndi 18-i yəni bayta çevirə bilmirəm. Bunu 24 kimi keçirərəm. 3 bayta düşəcək. Şarkı oxuyun. Bəlkə sizdən elə bir şey istəmir ümumilikdə. Ümumən. Şarkı oxuyun. Minimum baytla və bütün simvollar eyni və minimum mümkün bit sayı ilə kodlanır. Sizcə çevirməliyik, yoxsa yox? Çevirməliyik məncə. Aha, çünki Tam bayt hər dediyinə parol görə. tam Bayt baytla. dediyinə görə, bəli. 3 bayt olur. Yəni 24-ü bölürük 8-ə 3 bayt. 3 Aha. bayt olur. Hər bir istifadəçinin parolu ilə yanaşı əlavə məlumatı da sistemdə saxlanılır. 100 istifadəçi haqqında məlumatı saxlamaq üçün 1400 bayt istifadə olunur. Əlavə məlumat saxlamağa nə qədər yer ayrılmışdır? Deməli, 3 baytdırsa 100 istifadəçi üçün 300 olacaq da səhv etmirəmsə. Deməli, biz parolu əlavə məlumatı bilmirik, amma parolu bilirik ki, 3 baytdır və 100 istifadəçidirsə, deməli, parollar ümumilikdə 100 vuraq 3. Yəni 300 bayt Bəli, yer. 300 baytdır. Aha. Aha. Deməli, indi 1400 bayt istifadə olunubsa, 300 baytını çıxaram, qalacaq 1100 bayt. Aha. 100 baytı da 8-ə bölüb, yox, vuraram.
1100 bayt ümumi istifadəçidir. Sizdən hər bir istifadəçini soruşur, bir istifadəçini. Bəli. İndi bizdə bir istifadəçini soruşur. Necə tapacam onu? Bircə dəqiqə müəllimə üzr istəyirəm, məndə dondu. Deməli, Deməli, bu 1100 istifadəçi, yəni 1100 istifadəçi neçə bayt idi? 300 baytdırsa, müəllimə, o şifrə idi. Onu tapdıq, o getdi. İndi biz əlavə məlumata baxırıq. Deməli, 100 istifadəçidir. Bunların hər biri haqqında ümumi cəm, əlavə məlumatların cəmi 1100 baytdır. Onda bir istifadəçini necə taparıq? 100-ə böləcək də. Ha. Deməli, bir istifadəçisi 11 baytdır ki, 100 istifadəsi də olub 1100. Deməli, bir Bəli. istifadəçi haqqında 11 baytdır. Daha sonra 11-dirsə, bitə soruşurdu müəllimə bizə. bəli, neçə bitdir? Cavabı bitdən 88 yazmalıyıq. bit olacaq. Aha, 88. 11 8-ə, bəli, 88. Səsim qatıb üzürlü sayın. Haqqına danışdım. B variantı. Bəli. Ay, 74-də də baxaq. 74-də kimdən birlikdə baxaq? Əl qaldırın. Kim səsini aça bilir, danışmaq istəyirsə, əl qaldırsın, birlikdə baxaq. Bir dənə 74-də də baxaq, sonra bütün suallar bu formadadır. Özünüz evdə yazmağa çalışarsınız. Yaza bilməsəniz də WhatsApp-dan soruşun. Heç kim əl qaldırmır, heç kim baxmaq istəmir. Heç kim olmasa mən istəyərəm. Leyla verəm. xanım. Aha, sizdən Evet. baxaq. Aha. Kompüter sistemində qeydiyyatdan keçərkən hər bir istifadəçiyə 16 simvoldan ibarət parol verilir. Parolda istifadə olunan simvollar Latın əlifbasının böyük və kiçik hərfləri. Yəni böyük yen bərabərdir, yəni böyük yen bərabərdir. Latın Latın əlifbasında əlifbasında neçə hərf var? Latın əlifbasında Müəllimlər onu yazsın. Latın əlifbasında neçə hərf var? Bir də ingilis əlifbasında. Məsələn, ingilislərdə neçədir, latında neçə? ingilislərdə 26, Latın əlifbasında Latın əlifbasında 32 hərf var. Aha. Və deyir ki, həm böyük, həm də kiçik hərf. Yəni 32 üstə gələk 32, üstə gələkdə 10. Aha, çünki onluq rəqəmlərdə deyir. Aha. Yəni 32-ni 2-yə vurub üzərinə 10 gələcəm. Neçə eləyir? 74. Yəni məndə 74 simvollu əlifbadır, belə deyək, sizin başa düşdünüz. 74 simvollu əlifbadırsa bir simvol nə qədər yer tutacaq? Onu da 128 7 bitlə. Aha. 7 bitlə hesablayacaq. 16 simvoldursa 16-yı da vuracaq 7-yə. Bir simvol 7 bit yer tutur və hər bir istifadəçidə 16 simvol varsa, deməli Aha. vururuq. 112 bit. Aha, 112 bit. İndi Hər- oxumaya devam edirik. Aha, hər bir parol mümkün minimum tam baytla və hər bir simvol minimum mümkün bit sayı ilə kodlanır. Yəni 112-yi böləcək 8-ə. Aha, eləyir 14. Baxın müəllimlər, bu tam 14 bayt alındı deyil, cavab 14 götürülür. 14-də qalacaq. Aha, 14 bayt. Və oxumaya devam edək. Parolla yanaşı hər bir istifadəçinin 40 baytlıq əlavə məlumat da saxlanılır. Yəni əlavə məlumat İstifadəçinin 14 bayt şifrəsi var, 40 baytda əlavə məlumat var. Onda bir istifadəçi ümumilikdə neçə bayt məlumat düşür? 54. Aha, 14 şifrədir, 40 da əlavə məlumatsa, deməli bir istifadəçi 54 bayt. Aha. Aha. 10 kilobayt yaddaşda saxlanıla bilən ən çox istifadəçi sayı nə qədərdir? Yəni istifadəçi sayını x götürsək, burada Aha. bir istifadəçi də ki 54 bayt 54 vurulsun x bərabər də 10 kilobayt. O da Bu baytda 10 bayt vurulsun, aha, 10 vurulsun 1024. Aha. Bunu da hesapladıqda düzgün cavab burada variantlarda qeyd olunmayıb. Hesapladıqda 100 neçəsi, 180 neçəsi eləyir, səhv etmirəmsə. 20, aha. Sadəcə burada düzgün cavab qeyd olunmayıb.
Müəllimlər, buradan axıra qədər hamısı bu tip suallardır. Siz özünüz yenə həm bundan sonrasını, baxın bunlar da o tip sualdır. Həm də burada mən izah elədiklərimi özünüz evdə yenidən baxın, görün yaza biləcəksinizmi? Nəyə başa düşməsəniz məndən WhatsApp-da soruşun. Çünki bu tip sual imtahana düşə bilər. Həm də asandır həqiqətən. Şərt uzundur deyə çoxuna çətin kimi gəlir. Amma belə bir şey var ki, qısa suallar əksər vaxtı daha çətin olur. Uzun suallar nisbətən asandır. Onu bugünlük dərsimizi yekunlaşdıraq. Nə sualınız olsa WhatsApp-dan soruşa bilərsiniz. Sağ olun müəllimlər. Sağ olun.